Salam əziz və dəyərli abituriyentlər. Birinci mövzu sınağının suallarını müzakirə edəcəyik biz hal-hazırda. Vaxt itirmədən suallara başlayaq. Birinci sualımızda Səbinə yalnız Azərbaycan dilində danışa bilir, amma o Alman dilində olan bir filmə gedir. Səbinə üçün informasiyanın hansı xassəsi pozulub? Yalnız Azərbaycan dilini bilir, amma Alman dilində olan filmə gedirsə, bu nə deməkdir? Ə, Azərbaycan dilinə başqa heç bir dil bilmədiyi üçün həmin dil onun üçün anlaşıqsız, yəni başqa bir hər hansı bir xarici dil onun üçün anlaşıqsız olacaq. Ona görə də Səbinə üçün anlaşılanlıq xassəsi burada pozulmuş olacaq. İkinci sualımızda müəyyən bir cihaz ədədi və ya mətni məlumatları çevirmək üçün proqrama köklənmişdir. Və informasiya çevirmə qaydasını özümüz tapmalıyıq. Burada qayda nədir və sual əvəzinə neçə yazılmalı olduğunu biz təyin etməliyik. Sadə dildə izah eləsəm, girişdə verilən ədədin üzərində hansı əməliyyatı yerinə yetirib, çıxışdakı ədədi almaq lazımdır. Amma unutmamalıyıq ki, bütün ədədlərdə eyni qayda işləməlidir. Yəni 16-dan 65 necə alınırsa, eyni qaydada 23-dən 48, 12-dən 21, 8-dən bu və s. Bunu tapmağın ən rahat yolu o olardı ki, aralarındakı fərqi harasa qeyd eləsəydiniz, məsələn, bunların arasında fərq 49-dur, bunların arasında fərq 25-dir, bunların arasında fərq 9-dur, bunların arasında fərq 100-dür və bu 100 əslində çox şeyi göstərir. 19-un üstünə 100 necə gələ bilərik? Onun kvadratı. Onu necə əldə edə bilərik 19-dan? Rəqəmləri cəmindən və 36-da da eyni qaydadır. 16 rəqəmləri cəmi 7, kvadratı 49, gəldi üstünə oldu 65. 23 rəqəmləri cəmi 5, 5-in kvadratı 25, 23-ün üstünə 25 gələndə 48. 12 üstəgəl rəqəmləri cəminin kvadratı 21, 8 üstəgəl burada tək rəqəm olduğu üçün rəqəmləri cəmi də 8 olacaq. 8-in kvadratı 64. 8-in üstünə 64 gələndə isə 72. Üçüncü sualımız. 33 səhifəlik sənədin hansı səhifəsində RGB palitrasını kodlaşdırmış şəkil, başqa səhifələrində isə hər hansı bir əlifba ilə kodlaşdırılmış mətn var. Bu məsələləri işləmək qaydasını mən necə demişdim sizə? Demişdim ki, faylı bölürük hissələrə, hissələri ayrı-ayrı hesablayıb, sonra alınmış nəticələri toplayırıq. Çünki mətndəki Unikodu şəklə tətbiq eləmək olmaz. Şəkildəki RGB filan palitraları mətnə tətbiq eləmək olmaz. Yəni mən mətni rəng dərinliyinə vura bilmərəm və eyni qaydada pikseli Unikoda askıya yəni həmin əlifbadakı simvolun həcminə vura bilmərəm. Ayrı-ayrı hesablanmalıdır. 33 səhifəlik sənəddir. Deyir ki, 16-cı səhifəsində, yəni mənə 16-cı səhifə olmasını niyə vurğulayır? Demək istəyir ki, 33 səhifəlik sənədin cəmi bir səhifəsində bir səhifə. Başqa şey var. Yerdə qalan 32 səhifəsində isə demək istəyir ki, başqa şey var. Həmin bir səhifədə olan şeyi tapaq. 16 nömrəli səhifə, bir ədəd səhifə. RGB palitrasına kodlaşdırılmış 1024-ün 512-yə qrafik təsvir. Biz qrafik təsvirin həcminin hesablanmasını qaydasını bilirik. H yazdım, yəni həcm. Həcm bərabərdir. Eninə və uzunluğu olan piksellər 1024 vurulsun 512. Onların hasili vurulsun rəng dərinliyi. RGB 16 milyon rəngdir. O da 2 üstə 24-ü xarakterizə eləyir. Deməli, rəng dərinliyi 24 bitdir. 24 vurulsun 2 üstə 19 bit aldıq. Cavab variantlarının hər biri hamısı kilobaytla olduğu üçün mən bunu kilobayt onsuz da çevirə bilirəm də, bölünür, çevrilir. Asanlıqla 2 üstə 13-ə bölüb kilobayta çevirə bilərəm yəni. Bunu 2 üstə 13-ə bölüb kilobayta çevirsəm, bu eləyəcək 24 vurulsun 64 kilobayt. O da 1536 kilobayt deməkdir. Digər səhifələrdə 32 səhifənin deyir ki, yarısında bu əlifbada mətn var.
Digər yarısında isə Unicode-da mətn var. Yəni biz bu 32 səhifənin də yarısını başqa əlifbada, yarısını isə başqa əlifbada hesablamalıyıq. Yəni bu özü də yarı-yarı bölünür. Həcm 1 yazıram buna. Yarı səhifəsi neçədir ki bu? 16. Hər səhifədə toplam 4096 simvol var. Adətən belə məsələlərdə sətirdə yazılır. Məsələn, deyə bilərdi ki, 10 sətir, hər sətirdə 5 simvol, vuranda 50 simvol eləyir. Bir də var deyək ki, hər səhifədə 50 simvol var. Yəni, bu o demək ki, sətir və simvolu bir yerdə vurub verib onsuzda bizə. Eyni ilə buradakı kimi. Sətir ona görə yazılmayıb ki, sətirdəki simvolların hamısı bir yerdə vuranda 4096 ədəd, 4096 dənə simvol eləyir. 4096-nı rahat hesablamaq üçün mən 2 üstü 12 şəklində yazıram. Və bütün bu simvollar 36 simvollu əlifbada kodlaşdırıldığı üçün biz nə demişdik? 36 simvollu əlifba. Bir simvol orada 64 simvollu əlifba üzərindən hesablama aparırıq. 6 bit. Bunu da yenə də 2 üstü 13-ə bölüb kilobayta çevirə bilərik. Bunu 2 üstü 13-ə bölsəm, qalacaq yerdən 48 kilobayt. Ümid edirəm hər kəsə 48 necə aldığım aydın oldu. Bunu 2 üstü 13-ə bölsəm, burada 2 üstü 3 vur 6 qalır. O da 48 kilobayt. Qalan yarısı da eyni səhifə sayından ibarətdir. 2 üstü 4. Və həmin səhifələrdə də yenə də həmin simvol sayı var. Sadəcə buradakı simvollar 6 bitlə yox, Unicode dediyinə görə 16 bit və yaxud da 2 bayt fərqi yoxdur. Yəni, elə uşaq var, byte-la işləmək ona daha rahat öyrəşib, byte-la eləyir, sonra byte-ın çevirməsini yerinə yetirir. Elə uşaq var ki, hamısını bitə çevirməyə xoşlayır, ona elə rahatdır. Sonra bitdən kilobayta çevirmə qaydasını çevirir. Yəni, heç bir fərqi yoxdur. Mən byte-ını işlədim. Bunların hamısı eləyir 2 üstü 17 byte. Bunu kilobayta çevirmək üçün 2 üstü bölürük. Yerdə qalır 2 üstü 7. Yəni 128 kilobayt. Toplam qrafik fayl və digər səhifələrdə olan mətnlər bir yerdə 1712 kilobayt edir. Dördüncü sualda bəlkə də Azərin adı çaşdırdı bəzilərinizi. Hətta uşaqlar burada düşünürlər ki, burada Azərin bacısından söhbət gedir. Yəni Azər, Azərin yiyəlik halı kimi. Amma burada Azərin qız adıdır. Var elə bir ad, Azərin adı. Azərin bacısına məsələ izah etdi. Azərin hansı informasiya prosesini yerinə yetirmişdir? Burada Azərinin özünün, belə deyim də, bu onun başıdır. İçəridə burada beynində məsələni həll eləməsi bizə maraqlı deyil. Həll eləyibsə, bu emal prosesidir. Burada məsələ həllindən yox, həll olunmuş məsələni bacısına çatdırmasına söhbət gedir. Bacısına məsələni çatdırırsa, izah eləyirsə, bu informasiyanın ötürülməsidir. 5-ci sualda. Biz bunların hamısını kilobaytla da hesablaya bilərik. Sonra cavab variantlarını işləyəcək. Və yaxud da ki, bəlkə rahat olsa, megabayta çevirmək olar. Hər iki variantı sizə göstərirəm. Əgər bunu birinci variantdakı kimi kilobayta çevirsək, 516 kilobayt çıxılsın 1024 kilobayt üstə gəl 2048 kilobayt çıx 4 kilobayt. Bunların hamısının hesablanması eləyir 1536 kilobayt. 1536 kilobayt cavabı yoxdur. Yəni bu avtomatik yanlış cavabdır. Bu yanlış cavabdır. 1,5 kilobayt 1536 kilobayt demək deyil. 1,5 1536-dan 1024 daha balacadır. Bunu bayta çevirsəm daha böyük ədəd alınır. Yerdə onsuz da bir variant qaldı. Odur ki, 1024-ə böləndə alınan 1,5 megabaytdır.
Və yaxud da bəlkə aranızda elə uşaq olur ki, bunu belə eləyib. Yəni o da düzgün üsuldur. 516 kilobaytla 4 kilobaytı çıxsam, qaldı 512 kilobayt. Çıxılsın 1 megabayt, üstə gəl 2 megabayt. Burada qalır 1 megabayt, üstə gəl. 512 kilobayt da özü zaten nədir? 0,5 megabayt. Yəni 1,5 megabayt. Yəni hansı üsulla eləməyə bir fərqi yoxdur. Hər iki üsul düzgün üsuldur. Əsas odur ki, cavabı düzgün alasın. Düzgün həll edib düzgün alasın. Altıncı sual sadə sualdır. Bunu düşünürəm ki, hamı bilir. Ədədi təşkil edən simvolların qiymətinin həmin simvolun durduğu mövqedən asılı olub olmamasına görə say sistemlərini mövqeli və mövqeysiz olaraq iki qrupa bölürlər. Mövqeli say sistemləri 2-lik, 8-lik, 10-luq, 16-lıq və s. Mövqeli say sistemlərinə nəyi misal göstərir? Mövqeysiz daha doğrusu nəyi misal göstərə bilik? Rum say sistemi. Rum rəqəmlərini. Bunun da variantını işarə eləyək. Mövqeli və mövqeysiz. 7 nömrəli sual. Pay kompüterinin şifrəsini AZ09 kimi təyin edib. Yazıram burada A kiçik Z 09. Onları ikilik ASCII kodları ilə ardıcıl yazır. Əvvəl biz bunların onluq kodlarını tapıb, sonra onu ikilik say sisteminə çevirəcəyik. İkilik kodları çevirəcəyik. A-nın ümumiyyətlə onluq kodunu tapırıq da hələ ki. A-nın onluq kodu nə ola bilər? Böyük B66-dırsa, böyük A ondan bir var geridə 65-dir. A-nın onluq kodu. Kiçik Z. Kiçik Y var. Kiçik Y-dən sonra kiçik Z gəlir 122. Sonra 0 lazımdır bizə. 1-in kodu 49-dursa 0-ın kodu 48-dir. Və 9. 9-un kodu da 57 olsun gerək. Sırayla getdim də 1, 49, 2, 50, 3, 51, 4, 52, 5, 53 və s. İndi gəlin bunların hər birinin ikilik kodlarını yazaq. Gəlsənə belə eləyək. Çevirmə qaydasını bilirik də. Çubuqlu bölməklə, qüvvətlə. Vaxt itirmək istəmirəm buna. Ona görə gəlin burada çevirib baxaq. 65. 65-i ikili say sisteminə çevirəndə bizə nə verir? 1. Əslində 65-in çevirmə üsullarının fərqli variantlarını keçmişik. Məsələn, 65 özü 2 üstü 6 üstə gəl 1 olduğu üçün yadınızdadsa belə bir qayda demişdim ki, bu 2 üstü 6 özü nədir? 1 yanında 6 dənə 0-dır. Amma sən bunun üstünə 1 gəldiyin üçün sonuncu 0-ı 1-ə çevirirsən. Yəni qalır 1-lər və ortada 5 dənə 0. Sadəcə mən burada 1-1 çevrilməyə vaxt sərfləmək istəmirəm. Çünki burada fokuslanma tamam başqa bir şey olmalıdır. Yəni başqa bir şeyə hədəflənməliyik biz. İkilik onsuz da bu onluqdan ikiliyə çevirmə qaydasını bilirik. Sonra gəlir 122. 122-nin ikilik kodu 4 dənə 1, 0, 10. 48-in ikilik kodu və 57. Bu da belə olmalıydı. 48. Bu da var. Və ən sonda bu da var. Ümidvaram səhv eləməmişəm. 57. 1, 1, 1, 0, 0, 1. 48-dən yoxlayıram. 48. 1, 1, 4 dənə 0. Çevirdi uşaqlar. Burada çaşdırıcı detal bu idi ki, söhbət burada
ASCII kodlarından gedir. ASCII-də bir simvola biz 1 bayt kimi baxırıq. Yəni bu nə deməkdir? Yəni bu simvolların hər biri yaddaşda 1 bayt və ya 8 bitlə kodlaşdırılır. Ona görə də hər bir simvolun kodu 8 bitə tamamlanır. 8, 8, 8 və 8. Bəli, indi hər bir simvol yaddaşda 8 bit yer tutur. Bu oldu həmin simvolların ikilik kodları. İndi deyir ki, bax bu ikilik kodlardakı sıfırların sayından birlərin sayını çıx, güclü, zəif, neytral məsələsini ona uyğun tap. Sıfırların sayı neçə olacaq? Deməli, burada sıfırların sayı 14, 15, 16, 17, 18, 19. Səhv saymadım, son 9 ədəd. Birlərin sayı isə 13 ədəd. Cavab müsbət alındığı üçün müsbətdə şifrə güclü hesab olunmuş olur. Doğru cavab variantı A. 8 nömrəli sualda. 8-li say sistemində bizə belə bir kod cədvəli verilib. Aşağıdakı ikilik kodlardan biz burada şifrlənmiş simvollar ardıcıllığını tapmalıyıq. 8-lik kodlardırsa, məsələn, burada olan 24, biz 24-ü necə çeviririk? 8-likdədir bu, 8-likdən 2-liyə. 4-2-1 qaydası ilə bu bizə verir 0, 1, 0, 1, 0, 0 məsələn. Və sonra onu yazırıq burada sıra ilə. İndi mən buradan bura qayıtmaq üçün bunu 8-liyə çevirmə qaydasına görə 3-ü sayırıram. 3, 3, 3, 3, 3 və 3. Sonra bunların hər birini 4, 2, 1 qaydası ilə 8-liyə çevirəndə nə olmur? 7, 3. Əslində cavab tapdıq, cavab çıxdı. Amma yenə də qoy axıra qədər izah üçün davam edeyim. 6, 5, 0, 7, 1, 3. Axı buradakı hərflər də 2-2 rəqəmlərinə kodlaşdırılıb. Yəni ikisi, 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 ikisi. 73 bizə verir D hərfini. 65 bizə verir A. 07 bizə verir H. Və 13 bizə verir I simvolunu. ASCII-də kodlaşdırılmış kilobayt sözünün neçə bit olduğunu tapın. Kilobayt sözü özü 8 simvoldan ibarətdir. ASCII-dən söhbət getdiyi üçün biz ASCII-də deyirik ki, bir simvol 1 baytla kodlaşdırılır. Bir simvol 1 baytdırsa, o zaman 8 simvol 8 baytdır. Amma burada bizdə bitlə soruşduğu üçün baytı bitə çevirməliyik. Baytdan bitə keçəndə 8-ə vururuq, olur 64 bit. 10-cu sual. Əsası x olan say sisteminin ən böyük simvolu ən kiçik simvolundan neçə bayt böyükdür? Yəni, bunun tapmanın ən rahat qaydası, ən rahat yolu nə olar? X-i götürürəm mən 8-lik say sistemi. Yəni, rəqəm qoysan daha rahat taparsan, nəinki onu, nə bilim, riyazi şeylə də belə x-la 0, x çıx 1, onların fərqi. Yəni, ən rahat ilə gedirəm də. Qoy x 8-li say sistemi olsun. 8-li say sistemindəki ən böyük rəqəm 7, ən kiçik rəqəm 0. Bunların fərqi nə edir 7? Əgər x 8 idisə, onda 7-ni necə ifadə eləmək olar? X çıx 1 kimi. Burada x çıx 2 yazan uşaqlar var. Əksəriyyəti bunu burada səhv eləyiblər. Rəqəm qoyanda daha aydın tapılır. Onsuz da bütün say sistemlərində eyni cür olacaq da. Onluq da götürsən 9, 0, çıxanda 9 edir. Onluq say sistemi x 10-dursa 9 alına bax səndə o x çıx 1-dir. Yəni nə verirsən ver, ödənir. 3 ölçülü qrafik redaktor.
SketchUp'dır, əzbər hissədəndir. Yəni, burada izah olunması bir şey yoxdur. Raster qrafik redaktorunun proqramı verilib bizə. Sonra Stencil. Stencil rasterdır yoxsa vektordur? Bilən var uşaqlar? Xatırlayan varmı? Kim deyə bilər? Stencil. Vektordu. Bəli, bir dənə vektorumuz var, digərləri rasterdır. Bir dənə də arasında SketchUp, Stencil oxşasa da hər ikisi variantda var ki, qarışdırmayaq. Vektor və 3 ölçülü, 3D yazdım onu. Şəkillər, sxemlər, çertyojlar, bunlar qrafik informasiya formasına aiddir. Daha sonra 13-cü sualımız. İstənilən problemin həlli nə ilə başlayır deyir. Burada da uşaqların bəziləri problem həllinə fikir verib cavab yazıblar emal. Halbuki informasiyanın, daha doğrusu problemin həlli informasiyanın hansı prosesidir sualını vermir. Hansısa bir problemi həll etmək üçün biz ən birinci nədən başlayırıq? Həmin problem haqqında informasiyanın toplanmasından. Yəni, həmin situasiyanı, həmin problemi, həmin məsələni həll etmək üçün biz kifayət qədər məlumat, informasiya toplayandan sonra biliklərimiz sayəsində həmin problemi çözməyə, həll etməyə, emal etməyə çalışırıq. Bu da onu soruşur bizdən. Yəni, nəyəsə həll etmək üçün ən başda, ilk nədən başlamaq lazımdır? Həmin hadisə haqqında informasiyanın toplanmasından. 14-cü sual. Kilobiti bayta çevirmək lazımdır. Pilləli şəkildə keçəcək. Əvvəl kilobiti kilobayt eləyərik. Yəni, bitdən bayta keçərik və daha sonra kilobaytı bayt eləyərik. Kilo, fikir verirsiniz, kilolar qalıb yerində. Biti bayt eləyirik. Bitdən bayta keçəndə 8-ə bölürük. Yəni, belə çıxır ki, 16-nı 2 üstü 4 yazıram ki, rahat olsun. Kilobit neçə kilobaytdır? Bunu bir dənə də 8-ə bölsəm, məxrəcə bir dənə də 2 üstü 3 əlavə olunacaqdır. 1 bölü 2 üstü 7 qalacaq. İndi isə bayt qalıb yerində kilonu yox edirik. Kilobaytdan bayta, böyükdən kiçiyə keçəndə biz bunu 2 üstana vururuq. 2 üstana vursam, 1 bölünsün 2 üstü 7 var. Bunu 2 üstana vursam, 2 üstü 3 bayt qalacaq. Yəni 8. 15-ci sual ən rahat suallardan biri idi. Düşünürəm ki, çox vaxtınızı almayıb bu sual. Bu ayrılış 8-li say sistemində olan hansı ədədin açılışı, ayrılışıdır? Mən elə birbaşa C variantının üstündə göstərmək istəyirəm. Biz bu ədədi nömrələsək, bizə nə verir? 3 vurulsun 8 üstü 5. Üstə gəl. 1 vurulsun 8 üstü 4. Üstə gəl. Sonra 0 vurulsun gəlir deyə 0 nəyəsə vurub onsuz da 0 alırıq deyə yazmaq mənasızdır. Birbaşa keçirik 1 vurulsun 8 üstü 2-yə. Üstə gəl 2 vurulsun 8 üstü 1. Üstə gəl 4 vurulsun 8 üstü 0. 8 üstü 0'da 1 eləyir deyə bunu yazsaqdılar, yazmasaqdı. Aldığımı bu açılışı. Bəs indi mən necə bilim, yəni bunu bütün variantları bir-birini nömrələyib tapacağam, yəni yox. 8 üstü 5, 8 üstü 4, 8 üstü 3 arada yoxdur. Niyə? Çünki o 0 vurulsundur. 8 üstü 2, 8 üstü 1. Axırda 4 niyə yazılıb? Çünki bunu 8 üstü 0'a vuranda onsuz da 1 eləyir deyə 4 tək öz yazılıb. İndi 8-in qabağındakı əmsalları götürsək. 3, 1, 0, 1, 2, 4. Alındı C variantındakı ədəd. 16. Dolu bir disk verilib bizə. Bu diskdən 2 ədəd 2 megabayt, yəni toplam 4 megabaytlıq video fayllar silinir. Bunun ardınca 4 dənə 32 kilobayt. Yəni 128 kilobayt silinir. Nəticədə diskin dolu qalan hissəsi 3 megabayt 128 kilobayt oldu. Bəs diskin ümumi tutumu nə qədərdir? Bunların hamısının cəmi qədər.
Bunun hamısını cəmi edirik 7 megabayt. 128, 128, 256 kilobayt. Diqqət elə bilən suallardan biri bu idi. 17. 2 üsulla gedəcəm bunu. 4 üstü 147. Birinci gedirəm ən sadə üsulla, uşaqların çoxunun həll elədiyi üsulla. 4 üstü 147, 2 üstü 2 üstü 147'dir. Ve bu da 2 üstü 294'tür. Bu ədəd onluq say sistemindədir və onluq say sistemində 2-nin qüvvəti şəklində təsvir olunmuş ədədir. Biz ikilik say sisteminə çeviririksə, nə alınır demişik? 1, arxasınca 294 dənə 0. Bax bu qaydada. Sonra biz bunu 16'lıq say sisteminə çeviririk. 16'lıq say sisteminə çevirəndə başlayırıq 4-4 ayırmağa. 4-4 ayıranda burası 8, 4, 2, 1 yazanda onsuz da bunların 4'ü də bizə nə verir? 0 verir. Yəni yanaşı gələn 4 dənə 0 bizə sıfırlar verir. Bunlar hamısı sıfırlardır. Ha, sıfırlar, 0, 0, 0. Bəs bu sıfırların 4-4 dəstələnərək bölünməsi harda tamamlanır? Burada 1'in yanında 294 tane sıfır var. Əgər bunu 4'e bölsəm, 292 4'e tam bölünür. Yəni ki, sıfırların 4-4 bölünməsi, qruplaşması burada yekunlaşır. Buradan gördüyün bu hissə hamısı sıfırlardır. Neçə dənə sıfır alınıb bəs? Burada 73 tam neçəsə, o tam onda neçəsə bu hissədir. 73 tam isə bu hissədir. Yəni burada 73 dənə sıfır alındı. Bəs biz o qabaqda qalan 73 tam onda neçə eləyirik axı? Onu neyinirik qabağına sıfır atıb? 8, 4, 2, 1 yazıb. 16'lığa çeviririk. Burada bir dənə rəqəm var. Ardınca da 73 dənə sıfır var. 74 rəqəmli ədəd oldu. Və yaxud bəlkə də kimsə belə eləyib. 4 üstü 147'ni 16 üstünə gətirməyə çalışacağım. Yəni 4 üstü 4 üstü neçəsi kimi göstərəcəm. Çünki 16'lığa çevirəcəm. 2'nin qüvvəti olanda 2'liyə çevirmək rahatdır. 16'nın qüvvəti olanda 16'lığa çevirmək rahatdır. Mən bunu belə yazsam. 4 üstü 4 üstü bir saniye. 4 üstü 4 yani 4 üstü 2. 16 olacaq axı bu. 4 üstü 2. Hə. 73. Belə yazsam. Burada nə alındı? Bu 4 üstü 146'dır da. 4 üstü 146 ama 4 üstü 147 lazımdır. 4'ün biri çatmır. Bu da 4 üstü 1 daha. 4 üstü 1, 4 üstü 146, 4 üstü 147 oldu. Bu da 4 vurulsun 16 üstü 73'tür. Bu 4'ü unut hələ ki. 16 üstü 73'ü 16'lığa çevirəndə 1 ardınca 73'dən 0 alınır. Amma qabağına 4 vurulsun var deyə olacaq 4 yanında 73'dən 0. Deyə burada tapdığımız kimi 4 yanında 73'dən 0. O da neçə rəqəmlidir? 74 rəqəmlidir. Paint proqramında karandaşla şaquli fiqur və diaqonal düz xətt çəkmək üçün əlavə olaraq shift düyməsindən istifadə olunur. Paint proqram məndə işləmir. İşləsəydi proqramda canlı əyani şəkildə göstərərdim sizə. X-i tapmaq lazımdır. Naməlum say sistemində olanları, bunu və bunu onluq say sisteminə çevirək. Bunların indeksi niyə yoxdur? Çünki adi bildiyimiz onluq ədədlərdir bunlar. Yəni orada bir şey çevirməyimizə ehtiyac yoxdur. Hamısını onluğa çevirəcəm. 0, 1, 2, 0, 1, 2, 0, 1. Deyəndə deyirəm, bunlar onsuz da onluqdadır. Bu mənə nə verir? 1 vur x üstü 2. 6 vur x üstü 1. Yəni 6x. 3 vur x üstü 0. Yəni 3. İndi burada da 1 vur x üstü 2. İşte gəl. 1 vur x üstü 1.
Üstəgəl 3 vur x üstü 0. Üstəgəl 64. Çıxılsın 3 vur x üstü 1. Üstəgəl 8. Əgər tənliyi düzgün həll eləsək, x kvadratlar getdi. 6x var burada, x var burada, 3x var burada. 8x bərabərdir 72. X bərabərdir 9. Aşağıdakı ədədlərdən ən kiçiyi hansıdır? Bu sual da sırf diqqət tələb edirdi bizdən. Hə, bu sual bizdən sırf diqqət tələb edirdi. Burada uşaqların bəziləri Y variantını götürüblər. Nədir? Bu ədəd digər variantlardakı ədədlərdən qısadır. Amma burada indeksdə 8 olduğuna fikir verməyiblər. Onsuz da bax, bunlar Y variantından başqa digər variantlar ikilik say sistemindədir. İkili say sistemində ən kiçik ədəd nə olardı? Əgər hamısı eyni rəqəmlidirsə, onda baxardıq ki, hansında sol tərəfdə, məsələn, burada görürsən, sol tərəfdə birlərin sıxlığı daha azdır. Birlər sol tərəfdə seyrəkdir. Amma bu eyni rəqəmli deyildir axı. Burada mən hazır qısa 6 rəqəmli D variantı görürəm ki, A, B, C variantları 6 rəqəmlidən daha böyük, daha uzun ədədlərdir. Yəni bu elə bil 111 mi 111'dir, amma A variantındakı 1 milyon 111 mi 111'dir. Belə düşün. İndi Y variantına gəlincə, yəni onsuz da mənim ikilikdə düşündüyüm ən qısa ədəd budur. Sadəcə bununla müqayisə etsəm, bu əgər bundan balacadırsa, okey, bunu götürə bilərəm. Amma gəl bunu 8-liyə çevirək. Bunu 3-ü çayıranda, sonra üstlərinə 4, 2, 1 yazanda 77 alınır axı. 8-likdə 77. 2 rəqəmlidir, amma 8-likdə 10.001 5 rəqəmlidir. Yəni təbii ki, bu ədəd hətta deyərdim ki, buradakı ədədlərin bəlkə də hamısından daha uzun ədəddir. Çünki bunu ikiliyə çevirsən, 10 rəqəmlidən daha uzun bir ədəd alınır. Çünki 4, 2, 1 ilə çevirərdikdə hamısını. Yəni ən balaca, ən kiçik ədədimiz budur uşaqlar. 21 nömrəli test tapşırığında Unicode-dan ASCII-yə çevrilmədə. Mən sizə bunun qısa bir yolunu demişdim ki, ASCII-dən Unicode-a, Unicode-dan ASCII-yə keçid zamanı arada nə qədər fərq göstərilirsə, həmin fərq ASCII-dəki məlumatın həcminə bərabərdir. Yəni, əgər ASCII-dən Unicode-a keçəndə 128 kilobayt azalma olursa, deməli ASCII-dəki məlumat 128 kilobayt olub, Unicode-dakı da 256 kilobayt olub. Mən Unicode-la işləməyəcəm. Onsuz da belə deyim də, bax bu simvollardır. Yəni burada bir mətn var. Mən mətni ASCII-yə, Unicode-a çevirsəm, sadəcə burada həmin məlumatın həcmi dəyişir. İçindəki simvolların sayı dəyişmir ki. Məndən neçə simvol vardır? ASCII-də də tapsam eyni şeydir. Unicode-da da tapsam eyni şeydir. Amma ASCII-də hesablamaq niyə rahatdır? Çünki biz burada bir simvola 1 byte adı qoymuşuq. Yəni bunu mən byte-a çevirsəm, 1-ə 1-dir deyə neçə byte görürsəmsə o qədər də simvoldur. Amma mən Unicode-nu işləsəm, sonra bunu əlavə olaraq 2-yə də bölməliyəm ki, o mənim yadımdan çıxa bilər. Mənim yox, yəni sizi nəzərdə tuturam ki, bir şagirdin, bir abituriyentin diqqətindən qaça bilər. 2-yə bölmək. Ona görə avtomatik cavab səhv gedəcək. Hə, 128 kilobayt. 2 üstü 7 budur. Bunu da byte-a çevirsəm 2 üstü 10 da budur. 2 üstü 17 byte edir. Bir simvol 1 byte-dırsa, onda 217 byte ilə 217 simvola bərabərdir. Məlumatda neçə simvol var? A. Maraqlı suallardan biri bu idi. Gəlin yazaq. A, boşluq, S. Bunun həm ikilik, həm 8-lik çevrilmələri var. Mən birbaşa bunu ikiliyə çevirə bilərəm. Düzdür? 8, 4, 2, 1. 8, 4, 2, 1. 8, 4, 2, 1. Sonra aldığım cavabı 8-liyə çevirə bilərəm. İkiliyə çevirsəm, A mənə nə verir? 1, 0, 1, 0. Ortadakı simvolu bilmirəm deyə bu hissədə olan belə.
Bu hissədə olanı mən tapa bilmirəm hələ ki. S nədir? S 12-dir. Bildiyimiz 12. O da 1, 1, 0, 0'dır. İndi mən bunu təzədən neynəməliyəm? 8-liyə çevirməliyəm. 8-liyə çevirmək üçün mən ədədi başlayıram 3-3 ayırmağa. Burada da sanki 1, 2, 3, 4 dənə rəqəm var. Amma nə olduğunu hələ bilmirik. Biri burada qalıb, ikisini də buradan götürdüm. 3, sonra 3, 3. Hı -hı. Sonra üstlərinə 4, 2, 1 yazacağım. Axı, babel xırda yazıram. 4, 2, 1. Düzdür? Burada nə verir? 5. Buranı tapmadım. Buranı tapmadım. Bura 4. Yəni mənim sadəcə hələ buradan tapdığım bu oldu. Sonra qayıdıram yuxarı görürəm ki, 8-likdə burada bizə bir dənə də burada 5 verilib ipucu. Yəni bir dənə buranı tapmaq qalır. Və burada 0 və nəsə. Onda buranın 4 olduğunu tapdıq da. Yəni buranı 4 ilə doldura bilərik. Bura 4-dür. Sonra buradakı ikilik kodu gəl dolduraq. Bu tərəfdən başlayaraq bax. 0, 0, 1, 1. 0, 0, 1, 1. Düz gedirik. Sonra fikir ver, bu 1'in yanında bir dənə 0 var. Yəni bu 1'in yanında bir dənə 0 varmış. Burada. Və mən də buradakı ifadənin 5 olduğunu bilirəm axı. 5 necə alınır? 1, 0, 1-dən alınır da, indi də buradakı kimi. Onda belə çıxır ki, mən burada bu 0'ın qabağındakı 1'i də tapmış oldum. Yəni buradakı 1'i də tapmış oldum. 1. Qabağında 2-dən 0'ı görürsən. 0, 0. Sonra gəlir 0, 1, 0, 1. 0, 1, 0, 1. Doldurduq. İndi baxaq görün nə qaldı bizdə. Ortadakı, bax bu hissə. 3 dənə dalbadal 0 bizə 8-likdə 0 verdi. İndi gəl qaydaq bunu tapmağa. Bayaq mən burada qırıq-qırıq xəttlərini göstərdiyim bu hissədə 8, 4, 2, 1-ə görə tapa bilmədiyim hissəni saxlamışdım. O da bu sıfırları siləndə mənə nə verir? 2. Hı -hı. Və burada da nə almış oldum mən? 0. Düzdürmü? Tapdığın rəqəmləri topla. 2, 0, 4, 1, 0, 0, 1, 1, 0, 0. Ümid edirəm ki, toplamanı rəqəmləri düz köçürtdüm. 6, 7, 8, 9. Aha. Bunların hamısını cəmi 9 eləyir. Amma sən 9'u neçəlik say sistemində toplayıb alırsan, yəni onsuz da, belə deyim də, buradakı ən böyük rəqəm var 4. 4 beşlik say sistemində də var, altılıq say sistemində də var, yeddilik say sistemində də var. Yəni bu rəqəmləri sən ixtiyari say sistemində toplaya bilərsən. Amma toplayacağın istənilən say sistemində nəticəni 9 ala bilməzsən ki, düzdür. Sən bunu demək, onluq say sistemində toplayırsan ki, adi riyaziyyatda məktəbdə keçdiyin qayda ilə topladın. Başqa say sistemi olsaydı, orada 9 olmayanda çıxılsın 1 yadda olacaqdı. Belə bir şey eləməmiş, adi bildiyimiz qayda ilə toplamışıq, 9 almışıq. Bu 9 onluq say sistemində olan 9'dur. Amma səndən rəqəmləri cəmini 8-liyə çevirməyi istəyir. Yəni sənin qısası 9'u sonradan 8'li say sisteminə çevirmək üçün 8-ə bölə-bölə getməliydin. Qalıqdır 1. Tərsinə 1, 1. Sadəcə diqqətli olmaq lazım idi. Burada uşaqların çoxu A variantı yazdı. Çevirməni sonra unutdular. Məsələnin şərti ilə tanış olanda yəqin ki, anladınız ki, bu hissənin məsələ həllində heç bir rolu yoxdur. Və hansı bir avtomobil radara düşüb,
Avtomobilin nömrələrinin bəzi hissələri silindiyi üçün avtomobil sahibini tapmaq olmadı və s. Yəni bu nağıl hissəsidir. Əsas məsələ aşağıdır. Deyir ki, buraxılmış hissələri doldurmaqla, buranı tamamlamaqla neçə fərqli avtomobil nömrəsi əldə etmək olar? Buradakı region seriyası hissəsində 0 ilə bitən variantları görürəm. 0 ilə bitən region kodlarımız nədir? 00 ilə başlayan region kodu yoxdur. 01 ilə başlayır. Və 70 ilə də, 80 ilə də region kodu yoxdur. Onda bizim 0 ilə bitən region kodlarımız 10 ola bilər. 20, 30, 40, 50, 60 və 90. 1, 2, 3, 4, 5, 6, 7. 7 burada. Burada şərtdə yazılıb ki, 26 ədəd ingilis hərfi ola bilər. A-dan Z ingilis hərfləri. 26. Burada isə 0-dan 9-a qədər 10 dənə rəqəm ola bilər. Hamısının hasili 1820 fərqli avtomobil nömrəsi əldə edilir. Niyə bunlar axırda bir-birinə vurulur? Çünki təsəvvürlə burada 1 olsa, burada 26 fərqli variant var. Və bunun hər bir hərfi ilə 10 dənə fərqli variant var. Bunun ikinci hərfi ilə 10 dənə, üçüncü hərfi ilə 10 dənə. Yəni 26 dəfə 10 var burada. 260 dənə. Və bu 260 dənə hal buradakı 1 ilə, 2 ilə, 3 ilə, 4 ilə hər dəfə təkrarlanır. Yəni 7 dənə 260 alınır belə çıxır ki. Ona görə bunların hasili 1820. Diqqət elə bilən suallardan biri də buydu. Sual əslində çox asan, amma kodlaşdırımda uşaqlar səhv elədi. 8'li say sistemindən danışılır. A verilmiş say sisteminin ən böyük cüt rəqəmidir. 8'li say sisteminin ən böyük cüt rəqəmi 8'dir. 8 nə idi? 8'li say sisteminin ən böyük cüt rəqəmi 6'dır. Üzr sayın, fikrim dağıldı bir anlıq. 6. C verilmiş say sistemində nə sadə, nə mürəkkəb, natural ədəddir. Maraqlıdır. O neçədir ki, nə sadədir, nə mürəkkəbdir, naturaldır. 1. Yəqin ki, bunu bilirsiniz. B verilmiş say sistemində 5'ə bərabərdir. D verilmiş say sistemində sadə və cüt rəqəmdir. Sadə və cüt, ümumiyyətlə cüt burada 4 ola bilərdi, amma sadə dediyi üçün mən 2-ni götürə bilərəm. 2 sadədir də, yəqin ki, bilirik. Sadə, cüt. Uşaqların səhvi odur ki, bunu tapıb bunu da kodlaşdırırlar. Amma mən sizdən bu ədədin 8'lik yazılışını müəyyən edin. Yəni, bunu istəyirəm sizdən. ADBC ardıcıllığını. ADBC ardıcıllığı ilə ədədimiz 6, 2, 5, 1 ardıcıllığı iləndir. 8'likdə. Doğru cavab budur. Bu yox. Doğru olmayan fikirləri seçin. Ona görə doğruları silib yanlışları saxlayacaq. Qrafik təsvirin piksel sayı çoxaldıqca həcm artır. Pikseldən söhbət gedirsə, piksellə qrafik hansıdır? Raster. Raster qrafikasında həqiqətən də piksel sayı çoxaldıqca yaddaş həcmi böyüyür. Doğrular lazım deyil. Unicode-da bir simvolun 6 bit və 2 byte. Mənə yanlışlar lazım. Monoxrom 2 bit. Xeyr, monoxromda 2 rəng var. O da 1 bitlə kodlaşdırılır. Ədədin açıq yazılış forması bu qaydadadır. Çoxunuz nömrələmişsiniz bunun üstünü və fikir verməmişsiniz ki, burada 5 vurulsun 2 üstü 3 yazılsa da kiçik say sistemində 5 olmur. Kiçik say sistemində 3 olmur. Bu da yanlışdır. Virtual reallıq həqiqətən də bizi xəyali dünyaya aparmaq üçün yaradılan vizual və ses effektlərindən ibarət bir qrafika sahəsidir. GIF-də maksimum 256 rəng ola bilər. İstənilən sayda yox. Bu da yanlışdır. 3, 4, 6. %26 nömrəli tapşırıq.
Burada bir 2 3 4 bəndlərdəki ədədləri ən rahat yolunu deyirəm. Hamısını onluq say sisteminə çevirib, normal ədəd kimi hamısını toplayıb, ən axırda aldığın ədədi 16-ya bölə-bölə getsəydin, düzgün cavab ala bilərdin. Zaten burada böyük ədəd yox idi. 8 üstü 4 üstəgəl 5 özü belə elə bir böyük ədəd olmayacaq. Yəni çevirəndə, hesablayanda o elə bir böyük, fantastik bir ədəd verməyəcək bizə. Yəni hamısını onluqla işləyib də tapmaq olardı. Belə də tapa bilərdiniz. Səhv tapanlar və yaxud da ki, ay Allah, mən bu sualı necə eləyəcəm deyib boş saxlayanlar. Və yaxud da ki, mən sizə bunu biraz daha, yəni bu üsulu hamı bilir onsuz da, mən ikilik say sisteminə çevirib birbaşa ikilik say sisteminin toplama ilə gedəcəm. Gözümüz bunu görsün. İkilik say sistemindəki ən kiçik 10 rəqəmli ədəd. Həmin ədədin üzərinə 1 əlavə edin. İkili say sistemindəki ən kiçik 10 rəqəmli ədəd bu olardı. 1 yanında 9-dan 0. Lakin üzərinə 1 əlavə edin dediyi üçün, yəni son rəqəmi 1 olacaq sadəcə. Birinci addımdakı ədədin üzərinə, bu birinci addımdakı ədəddir. Onun üzərinə ikinci addımda da bu. 8 üstü 4 plus 5 əlavə edin. 8 üstü 4 özü nədir? 2 üstü 12. O da ikili say sisteminde 1, yanında 12'den 0 demektir. Bunu böyle yazıram ki rahat görünsün. Можно Semur. Üzerine 5 əlavə edin deyir. 5 özü ikili say sistemində necə yazılır? Nəyə bərabərdir? 1, 0, 1. Bunun üstündə mən bura 1, 0, 1 gəlsəm, axıra elə bil, belə deyim də, tutaq ki bu 1 milyondursa, 1 milyonun üstünə 101 gələndə 1 milyon axırıncı rəqəmlər 101 olur sadəcə. Yəni bu rəqəmlər 101 olacaq. 101. Axırını 5. Yəni ikilikdə 101 əlavə elədik. Sonra üzərinə gəl birinci addımdakı ədədi də gələk. İtirməyək də bunu. Burada nə var deməli? Axırı 0, 0, 1'dir. Sonra 3 dənə 0, 3 dənə 0, 1'dir. 0, 0, 0, 0, 0, 0. Burada da 1'dir. Gəlsənə bunu toplayaq. 1 ilə 1-in cəmi yadınızdadır qayda. 0 yazırıq, 1 yaddır. 1. 0, 0, 0, 0, 0, 0, 1, 0, 0, 1. Üçüncü addımda nədir? İkinci addımda alınan ədədin, yəni ki, birinci və ikinci ədədləri toplayandan sonra alınan son qiymətin üzərinə ikili say sistemindəki ən böyük 7 rəqəmli ədəd əlavə edilir. İkili say sistemindəki ən böyük rəqəm 1 olduğu üçün ən böyük 7 rəqəmli də hamısı birlərdən ibarət olan 7 rəqəmli belə bir ədəd olar. Gəlin bunu toplayaq. 1 ilə 0-ın cəmi 1. 1 ilə 1-in cəmi 0 yazıram, 1 yadda. 1, 1, 1, 3 eləyir. 1 yazıram, 1 yadda. 1 ilə 1-in cəmi 0 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 yazıram, 1 yadda. 1 ilə 0-ın cəmi 1. Qalanlarda olduğu kimi 0, 1, 0, 0, 1. Daha sonra deyir ki, ən axırda nəticənin üzərinə 3 əlavə edin. 2 ikili say sisteminə çevirəndə 1, 1 alınır. Toplayaq. 1 ilə 1-in cəmi 0, 1 yadda. 1 ilə 1-in cəmi 0, 1 yadda. 1 ilə 1-in cəmi 0, 1 yadda. 1 ilə 0-ın cəmi 1. Digərlərdə olduğu kimi getdi. Alt-alta toplama qaydasını unudan və yaxud da ki, bilməyənlər üçün YouTube kanalında say sistemi dərsinin tam izahı var. Orada ədədləri eyni say sistemi toplama qaydası haqqında danışılır. Yəni oradan təkrar üçün baxa bilərsiniz.
Hə, bu ikilik koddur. 16-lıq da istəyir bizdə nədədir? 16-lığı çevirmək üçün bunu 4-4 ayırmaq lazımdır. 4-4 ayırırıq. Qabağına sıfırlar əlavə edib tamamlayırıq 4-ə. Daha sonra üzərinə 8, 4, 2, 1 yazanda burada 1 qaldı. 8, 4, 2, 1 yazanda burada 2 qaldı. 8, 4, 2, 1 yazanda burada 8. 8, 4, 2, 1 yazanda burada 8. Bu sualın cavabı 1, 2, 8, 8 idi. 27-ci sualda 1, 2, 3-ə aşağıdakı A, B, C, D, Y variantlarını uyğunlaşdırmalıyıq. Ən yaxşısı bunlarla bir-bir işləyib bura yazmaqdır. 9 bayt. Yəni yuxarı bunlardan hansı 9 bayta bərabərdir? 72 bit 9 baytdır. Yazdım bura A. Unicode-da 9 simvol. Unicode-da 9 simvol nə qədər eləyir? 1 simvol 2 bayt daxı. O da eləyir 18 bayt. 18 bayt və yaxud da ki, nə qədər bit eləyirdi? 144. Elə bir cavabda yoxdur 1, 2, 3-də. 8192 bayt. 1024-ə bölsəm 8 kilobayt eləyir. ASCII standartı ilə kodlaşdırılmış 9 simvolun miqdarı. 9 simvol. ASCII-də bir simvol 1 baytdır. 9 simvol 9 bayt. 9 bayt bizdə A variantında var idi. O da 2-yə getmişdi. Onda belə çıxır ki, D ilə A eyni şey olduğu üçün o da 2-yə gedir. 64 kilobit. Bunu mən 8-ə bölsəm kilobayt eləyə bilərəm. Bitdən bayta keçirəm. Bu da 8 kilobaytdır. Axırıncı məsələlər. 75 səhifəli fayl, 128 sətr var, 64 simvol var, səhifədə var. Heç bir kodlaşdırmanın adı çəkilməyib. Deməli, biz bunu ASCII-də hesablaya bilərik. Bizdən də həcmlə bağlı sualı 29-da verib. Deyir ki, yuxarıdakı faylın həcmi nə qədərdir? Gəl burada onu hesablayaq. Həcm bərabərdir. Səhifəsi 75-dir. Hər səhifədə olan sətr sayı 128-dir. Hər sətirdə olan simvol sayı 64-dür. Və bütün bu gördüyün simvolların hamısı 1 baytla kodlaşdırılmışdır. Bu edir 75 vurulsun 2 üstü 13 bayt. Kilobaytla soruşduğu üçün 2 üstüne bölürəm, qalır 2 üstü 3 kilobayt. 75-i 8-ə vuranda 600 kilobayt. Sonra isə deyir ki, bu 75 səhifəlik faylın ötürülməsinə sərf olunan dəqiqə 75 düşalım. Həmin parametrlərə malik olan, amma 50 səhifəsi olan kitabın ötürülməsinə sərf olunan dəqiqənin arasındakı fərq nə qədərdir? Yəni, bunun dəqiqəsi bunun dəqiqəsindən nə qədər azdır, çoxdur? Yəni, sadə tənasüb yolu ilə gedə bilərik ki, 75 səhifədə əgər biz 600 kilobayt tapmışıqsa, bəs eyni sətir, eyni simvol olan 50 səhifə neçə olar? 50 səhifə 75 səhifənin 3də 2-si olduğu üçün həcm də 600-ün 3də 2-si 400 kilobayt olur. Burada sürət haqqında bizə nə verilir? 1024 bayt böl dəqiqə nə deməkdir? Yəni, bir dəqiqədə bir dəqiqə gözlə bunu düzəldim. Hə, bir dəqiqədə 1 kilobayt ötürülür deməkdir. Bir dəqiqədə 1 kilobayt ötürülürsə, onda 600 kilobaytlıq məlumatı ötürmək üçün 600 dəqiqə lazımdır. 400 kilobayt ötürmək üçün isə 400 dəqiqə lazımdır. Bunların arasındakı zaman fərqi 200 dəqiqədir. Və sonuncu sualda deyir ki, faylın ümumi həcmi söhbət yuxarıda verilən fayldan gedir. Yəni, sən tapmısan, həcm. Həcm 1 yazıram buna. Bunun həcmi
600 kilobayt. Burada bir dənə də fayl var. Onun da adını qoyuram həcm 2. Ondan neçə dəfə çoxdur? Tapıb böləcəm tərəf-tərəfə. Həcm 2 nədir? Onu da yazıram burada. Həcm 2. Sətir, simvol, səhifə. Bunları vursam bir-birinə. Küstü 3, küstü 6, küstü 4. Və bu simvolların sayıdır. Bütün bu simvollar nəyinə kodlaşdırılıb? ASCII deyil, Unicode deyil, Mini22 simvolu əlifba. Mini22 simvolu əlifbadır. Biz hər bir simvolu 10 bit götürürük. Vuram bunu 10 bitə. Bu da mənə verməlidir. 10 vurulsun. Axı bunların hamısı 2 üstü 13 bit eləyir. Kilobayta çevirəcəm ki, tərəf-tərəfə bölüm. 2 üstü 13 bit də 1 kilobayt. 10 kilobayt alındı. Tərəf-tərəfə böldüm. 60 dəfə. Çox imiş. Bu birisi 60 dəfə az, bu birisi uyğun olaraq 60 dəfə çox olmuş olur. Bu qədər. Bütün sualları izah elədik. Bütün suallara baxdıq. Ümidvaram ki, verdiyim izah sizin hər biriniz üçün faydalı olar. Əlavə nəsə sözünüz, sualınız olsa, videonun altında rəy bölməsində fikrinizi bildirə bilərsiniz. Sağ olun.